Fermentasiya edilmiş soya yaşlı insanlarda yaddaşı gücləndirir. Uzun müddətli araşdırma göstərir ki, gündəlik fermentasiya edilmiş soya qəbul edən yaşlı insanlar yaddaş performansında müəyyən irəliləyişlərə nail olur. Bu tədqiqat sağlam yaşlılarda aparılıb və nəticələr əsasən 70 yaşdan yuxarı qadınlarda yaddaşın daha aydın inkişaf etdiyini göstərib. Tədqiqatçılar 12 həftəlik 3 qat kör plasebo nəzarətli bir sınaq keçirilib. Araşdırmaya 65 və üzəri yaşı olan sağlam kişi və menopoz dövrünü keçmiş qadınlar daxil edilib. Soya allergiyası və neurodegenerativ xəstəlikləri olan istisna edilib. İştirakçılar fermentasiya edilmiş soya tozu və ya plasebo tozunu forması dəyişdirmədən gündə 2 dəfə qablaşdırmada qəbul edib. Tədqiqatın sonuna qədər yaddaş üzrə testlərdə fermentasiya edilmiş soya qrupunda plasebo qrupu ilə müqayisədə statistik olaraq əhəmiyyətli yanaşma müşahidə olunub. Yaddaş göstəricilərində orta hesabla 8,47% artım qeydə alınıb. Plasebo qrupunda isə bu 2,5% artım olub. Digər koqnitiv sahələrdə əhəmiyyətli fərq olmayıb. Belə irəliləyişlər xüsusilə 70 yaşdan böyük qadınlarda daha qabarıq olub. Onların həm yaddaşlarında, həm də ümumi zehni qabiliyyət göstəricilərində artım müşahidə edilib.